Hər vaxtınız xeyirli uğurlu olsun əziz izləyicilərim. Biz Qazax rayonunun Aslanbəyli kəndində yerləşən Hacı Əfəndi ocağını ziyarətə getmişdik və oradan qayıdarkən yolun üstündə belə bir mənzərə ilə qarşılaşdıq. Deyilənə görə bu ağac dilək ağacıdır. İnsanlar burada öz diləklərini diləyirlər. Və təbii ki, mənim nəzərimi belə bir yazı çəkdi. Bu yazıda deyilir ki, hür mələk, ocaq mələk, pir mələk. Gedənlər öz balandır, diləklə uğur mələk. Gələni qəbul eylə, nəzrimi məqbul eylə. Məni özümə qaytar, Allahıma qul eylə. Allah hər kəsin ziyarətini, hər kəsin diləyini qəbul eləsin. Mənim də Allahdan arzum odur ki, sizlərin, hər kəsin arzusu, diləyi qəbul olsun. Bu insanların dilədikləri diləklər də qəbul olsun. Allah hər birimizi qorusun və burada yatanlara da Allah rəhmət eləsin. Deyirik, biz yolumuza davam edirik.